Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Sizi İdmanın Pərdə Arxasının ikinci bölümündə salamlayırıq. Bugünkü verilişimizin qonağı Harmoniya Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri Bakı Dövlət Universitetinin müəllimi Aygün xanım Ağabalayevadır. Aygün xanım, xoş gördük. Xoş gördük. Çünki o 4 hazırlıq mükəmməl olsa belə, əgər psixoloji hazır deyilsə idmançı o nəticə vermir. Məcburiyyət olsa, bu əksinə həmin idman növünə, həmin o zala qarşı uşaqda nifrət yaranır. İdmanda o əsas boşluq odur ki, o psixoloji hazırlığı sistemli şəkildə keçirtmirlər. Uşaqlarla yanaşı, idmançılarımızla yanaşı bəzən məşqçilərimizin özünə də o psixoloji dəstəyə ehtiyac var. Bugün biz Aygün xanımla idmanın ən önəmli sahələrindən biri olan idman psixologiyasını, idmandakı o psixoloji anları, momentləri, çətinlikləri müzakirə eləyərik. İzləyicilərimiz üçün, idmançılarımız üçün, hər biri üçün faydalı olacağına əminəm. Aygün xanım, ön söz deyin, ondan sonra başlayaq. Əvvəla dəvətinizə görə təşəkkür edirəm. Həqiqətən də gözəl bir mövzudur, yəni önəmli bir mövzudur idmançılarımız üçün. Düzdür, son zamanlar mən sırf idman psixologi kimi tanınıram, amma idmanla yanaşı təbii ki, başqa sahələr də var. Amma idman sahəsində çox gözəl nəticələrimiz var və illərlə bir daha buna əminlik yaranır ki, yəni idmanda texniki, taktiki, fiziki, nəzəri hazırlıqlarla yanaşı psixoloji yanaşma psixoloji hazırlıq çox vacibdir. Çünki o 4 hazırlıq mükəmməl olsa belə, əgər psixoloji hazır deyilsə idmançı o nəticə vermir. Yəni bu gün düşünürəm ki, bax bəzi bu xırda məqamlara biz toxunaraq, əgər xırda görsənsə də, amma həqiqətən də o pərdə arxası önəmli olan bir məqamlardır. Mən sizə razıyam. 4 il əvvəl bəlkə də mən bu cür cavab verməzdim, amma sizi 2022-ci ildə biz Avropa çempionatına getməmişdən əvvəl tanımışıq. Və sizinlə işləyəndən sonra mən idmanda o psixologiyanın, psixoloji dəstəyin nə qədər faydalı olduğunu tələbələrimin nəticələrində görmüşəm. Ona görə mən məmnuniyyətlə sizi bugünkü verilişimizə dəvət elədim və sizə də təşəkkür etmək istəyirəm ki, siz düşünmədən dediniz ki, bu bizim idmanımıza faydalı olacaq bir proyekt olduğuna görə, layihə olduğuna görə qoşulmağa razılıq verdiniz. Bir daha təşəkkür edirəm və elə birinci sualım, Azərbaycan idmanında ən böyük psixoloji boşluq nədir? Bu mövzuda başlayaq. Belə deyim də, Elmi müəllim, bilirsiniz necədir? İdman deyəndə hər kəs daha çox fiziki hazırlıq tərəfini nəzərdə tutur. Yəni psixoloji, o dediyim kimi texniki, taktiki, fiziki tərəfləri hazırlıq önəmsizləyirlər. Amma əgər idmançı hansısa bir məğlubiyyəti yaşayırsa, bunu yəqin texnikası yaxşı olmayıb, fiziki cəhətdən hazır olmayıb. Ola bilər o tərəflərdə, amma o bütün hazırlıqlar yaxşı olsa da, o psixoloji hazırlıq zəif olsa, biz müşahidə edirik ki, həqiqətən də idmançılarımız nəticəsi çox zəif olur. Bu nə ilə bağlıdır? Məsələn, idmançı döyüşə çıxanda, tatamiyə çıxanda, həmin anda əgər müəyyən bir gərginlik daxil, ümumiyyətlə ilk həyəcanın olması normaldır. Evet. Amma əgər bu qorxudursa, artıq burada daha diqqətli olmaq lazımdır. Çünki həmin gərginlik, o qorxu hissi gələndə daxili gərginlik yaranır. Gərginlik əzələdə olur. Artdıqca beyin qan dövranı pozulur. Hərəkətlərində artıq idmançının hərəkətlərində ləngimə əmələ gəlir. Bu da təbii ki, onun sürətinə təsir edir və nəticədə o istədiyi nəticəni əldə eləmir. Yəni burada mən deyərdim ki, idmanda o əsas boşluq odur ki, o psixoloji hazırlığı sistemli şəkildə keçirtmirlər. Sanki baxır ki, məşqçilərimiz baxır, hə, nəsə o idmançımın problemi var və yarışa hansısa 2-3 gün qalmış yönləndirirlər psixoloq və istəyirlər ki, bu birdən-birə bir nəticə olsun. Amma təbii ki, o həmin anda hardasa təbii ki, kömək olacaq sırf yarış qabağı psixoloji gərginliyi aradan qaldırmaq üçün, stres aradan qaldırmaq üçün. Amma necə ki, fiziki, texniki, o biri hazırlıqlar sistemli şəkildə, planlı şəkildə olursa, o psixoloji dəstək də planlı şəkildə olsa, bizim idmanda daha böyük uğurlar, nailiyyətlər görəcək, yəni ki, daha da böyük gözəl nəticələr əldə etmiş olacaq. Böyük idman ölkələrinin hamısında, hər birində olimpiya yığmasına tutmuş istənilən idman federasiyasına qədər peşəkar şəkildə idman psixoloqu belə deyək, ixtisası var və orada yanaşma, siz dediniz kimi, yəni mərhələli şəkildə həmişə aparılır. Yəni bir də yarışdan qabaq deyildi. Orada idmançı məşqdən sonra gəlib psixoloqa danışa bilər. Və yaxud problem varsa idmançı insandır. Onun yəni təkcə idmanda, məşqdə yox, evində, dərsində, şəxsi həyatında problemlər ola bilər.
Ona görə də onu məşqçiyə deyə bilmir və yaxud valideyninə deyə bilmir. Əlbəttə ki, o komandanın psixoloqu onu daha yaxşı tanıyır və ona etibar elədiyinə görə məncə onunla bölüşür. Bu problemin həlli də elə oradan başlayır. Orada bölüşüb onu həll eləməlidir. Yəni bu barədə də sizin fikirləriniz maraqlı var. Bilirsiniz necədir? Məsələn, elə olur ki, uşaqların özündə o anlayış, psixoloq anlayışı sanki psixoloq psix sözü ki önündə var. Yəni mən dəli deyiləm ki, mən niyə psixoloqa getməliyəm? Düzdür, son illər idmançılarla bağlı biraz fikrin tamam dəyişir. Çünki artıq məşqçilərimiz uşaqlara bunu daha gözəl bir şəkildə həm valideynlərə izah eləyir, həm uşaqların özünə. Baxırsan ki, uşaqlar özləri həvəslə gəlir. Hətta olur ki, ilk olaraq məşqçi yönləndirir, amma sonradan uşağın öz istəyinə davamlı seanslar biz keçiririk və yarışda da baxırsan ki, həqiqətən də hardasa baxırdım, yəni müəllim məşqçi özüdür ki, baxırsan ki, hər texniki, fiziki bu uşaq hazırdır, niyə nəticə vermir? Amma o psixoloji tərəfində aradan qaldırandan sonra onun siz demişkən, məsələn, elə olur ki, ailəsində problemlər olur və yarışa yönəlindən də bütün fikri orada olmur. İstər-istəməz o ailəsi ilə bağlı fikirlər. Bir də mən deyərdim ki, burada uşaqlarla yanaşı, idmançılarımızla yanaşı bəzən məşqçilərimizin özünə də o psixoloji dəstəyə ehtiyac var. Çünki hər bir uşağın, mən sırf heç məşqçinin özünə görə, öz psixoloji durumuna görə demirəm. Hər bir uşağa da fərdi yanaşma var. Məsələn, hansı uşaqlansa, elə uşaq var ki, bəzi məşqçilərimiz var ki, müqayisə eləyərək uşağı öyrətməyə çalışır. Amma bu əslində psixologiyada düzgün bir yanaşma deyil. Çünki o uşaqda özgüvənsizlik yaranır. O müqayisə olunduğu idmançıya qarşı xoşa gəlməz hisslər oyanır. Yəni ki, belə deyək də, onu üstün bildiyi üçün müəllim, bir də bəzən müəllimlərimiz özləri bunu bilməyədən uşaqlar arasında, idmançılar arasında fərq qoyurlar. Bax, bu da uşaqların psixologiyasına təsir göstərir. Yəni orada mən çox sadalaya bilərəm. Yəni elə bir şeylər var ki, o yaş psixologiyası var. Yəni məşqçilərimiz də bunu müəyyən qədər ən azı bir maariflənməsi olsa, informasiyası olsa, o da onun öz işinin nəticəsində, yəni həqiqətən də gözəl bir dəyişikliklər eləyəcək, gözəl bir nəticələrə doğru aparacaq. İnşallah. Mən ümid edirəm, məndə olan məlumata görə İdman Nazirliyi artıq federasiyalar qarşısında belə deyək, onu tapşırıq kimi, tələb kimi qoyub ki, hər bir federasiyanın özünün idman psixoloqu olmalıdır. Bu da məncə elə bir ilk addım kimi önəmli bir addımdır. Çünki dediyiniz kimi də bizdə heç vaxt olmayan bir şeydir və məşqçilər bunu öyrəşməlidir, valideynlər bunu qəbul eləməlidir, idmançılara qəbul etdirmək daha rahat olacaq. Çünki məşqçi onun təbliğatını necə aparırsa, birinci növbədə onu məşqçilərə öyrətməlidir. İnanırlar uşaqlar. Onda keçək ikinci sualımıza. Bu, məncə, hər bir məşqçinin məndə də belə bir hal olub, mən də belə bir hal yaşamışam tələbələrimlə deyə biləcəyi bir məsələdir. Uşaq var, yəni artıq idmana gəlmək istəmir. Bunu, amma potensialı var. Yəni valideyn bunu bilir, məşqçi bunu bilir, uşaq idmana gəlmək istəmir. Hansısa bir səbəbdən. Valideyn həmən uşağı məcbur eləməlidir, yoxsa onun belə deyək, qərarına hörmətlə yanaşmalıdır. Məcburiyyət heç bir halda, yəni istər məşqçi tərəfdən, istər valideyn tərəfdən olmamalıdır. Təbii ki, dərhal da uşağı o məşqdən uzaqlaşdırmaq da olmaz. İlk olaraq valideyn səbəbini araşdırmalıdır. Nə ilə bağlıdır uşağın istəksizliyi? Məsələn, əvvəl sevə-sevə gedib hansısa bir idman növünə, sonradan istəksizlik yaranır. Orada nədir, qorxusu nədir, motivasiyası niyə yoxdur, nəsə başqa bir idman növünə mi istəyir, ya həmin zalda hansısa bir problem mi yaşayıb? Yəni, məcburiyyət olsa, bu əksinə həmin idman növünə, həmin o zala qarşı uşaqda nifrət yaranır. Amma onun səbəbini araşdıraraq və əgər doğrudan da orada səbəbi araşdırıb, məsələn, elə bir problem ola bilər ki, məşqçi, valideyn və idmançı bunu birlikdə çözə bilərlər. Amma elə bir olur ki, məsəl üçün, valideyn əvvəlcədən məcburən gətirib həmin idman növünü uşağı və bu bunu istəmir. Və getdikcə də, yaşa dolduqca da artıq etirazını daha kəskin bildirir və başqa bir idman növünə daha çox həvəslidir. Yəni, burada təbii ki, valideyn evladını istəyin, potensialına yanaşı, istəyin də nəzərə alsa çox yaxşı olar və o səbəbini tapıb aradan qaldırmaq ola bilsin ki, ondan da yenidən həmin idman növünə qayıtacaq. Bəlkə də özünü uşaq başqa bir yerdə tapacaq. Bunun ikinci tərəfinə də baxa bilər. Medalyonun ikinci tərəfi kimi əvvəldən istəkli gəlib, nəticələri olub, potensialı göz önündədir. Amma dediyiniz kimi, ola bilər hansısa bir məqam var, hansısa bir yarışda uğursuz olub və məşqçinin arasında hansısa bir qırılma olub. Onu dediyiniz kimi də müzakirə edib,
Mütləq. Yəni məcburiyyətlə bəzən valideynlər düşünmür. Bax, bu yerə çatmısan, falan uşağa bax gör nə qədər səndən potensialı səndən zəifdir, amma gör necə irəli gedir. Yəni o müqayisə, bu məcburiyyət əksinə dediyim kimi uşaqda idmana qarşı nifrət oyadacaq. Amma səbəbini araşdıraraq, səbəbini tapıb uşaqla rahat bir şəkildə izah eləyə, anlayaraq ki, mən səni anlayıram, mən səni başa düşürəm. Gəl birlikdə buna bir həll yolunu tapaq və bəlkə də uşaq yanlış düşünür. Bəlkə də valideynlə söhbətdən sonra, məşqçilə söhbətdən sonra, yəni burada təzyiq olmamalıdır. Yəni söhbətlə müzakirə edərək məsələni həll etmək lazımdır. Aygün xanım, növbəti sualım, yəni bu məşqlərin bəlkə də yaralı yeri deyərdim. Məşqdə görürük ki, uşaq çox istəklidir, çalışqandır, potensialı kifayət qədər var. Amma yarışa getmək istəyi yoxdur. Və yaxud hansısa bir yarışdan sonra bu istəksizlik onda yaranıb. Və yaxud hər şey yaxşıdır, yarışa getmək istəyi də var, yarışa çıxanda bir həddindən çox gərginlik olur. Onu döyüşdə, tatamidə, ringdə fərqi yoxdur da bu idman istənilən sahəsinə aid. Göstərə bilmir. Məşqdə gördüyü tələbəsini orada görə bilmir. Bu problemin həlli üçün nə tövsiyələri verə bilərsiniz? Ümumiyyətlə, bu da həqiqətən o məşqçilərimizin ən çox verdiyi suallardan biridir ki, niyə mənim idmançım məşqdə çox gözəl nəticə göstərir, heç nədən qorxmur, qəşəng döyüşür, bütün fənləri qəşəng yerinə yetirir, amma ki, yarışda heç bir nəticə, istədiyim nəticəni vermir. Burada təbii ki, idmançının artıq burada fərdi xüsusiyyətləridir. Məsələn, mən işlədiyim müddətdə elə olub ki, potensiallı idmançıdır, amma ailə tərəfindən valideynlərin təzyiqi. Mütləq şəkildə sən çempion olmalısan. Sən olmasan bilirsən, səni bundan sonra qoymayacağam, səni məşqdən uzaqlaşdıracağam. Kənar yanaşmalar. Çünki artıq yarışa çıxanda, belə deyim də, idmançı köklənməlidir yarışa, öz oradakı döyüşünə, yəni ki, artıq oradakı fəaliyyətinə, belə deyim də, amma beynində başqa fikirlər olsa, ay zalda kim var, görürsən mən udursam necə olacaq, müəllimim nə deyəcək, elə olur ki, belə deyək də, təzyiqlə yanaşan məşqçilərimiz də var və bu artıq uşağın içində daxilində bir qorxu yaradır, bir həyəcan, gərginliyin artırır və bayaq dediyim kimi bu gərginlik artdıqca, təbii ki, o istədiyi nəticəni, daxili gərginlik artdıqca fiziki olaraq o döyüşdə artıq o nəticəni verməyəcək, çünki sürətdir, hər bir şey təsir göstərir. Yəni bu uşağın daha çox, belə deyim, o yarışdan fərqli, öz döyüşündən fərqli fikirlər, gərginlik, narahatçılıq verən fikirlər artdıqca və döyüşə çıxanda o fikirlər, dominant fikirlər onu üstələyirsə və o uşaq nəticə vermir. Yəni orada qorxusu, gərginliyi, narahatçılıq artır və dediyim kimi o daxili gərginliyi də artdıqca uşaq o istədiyi performansı göstərə bilmir döyüşdə. Yəni biz bunu məşqçilərə də izah edirik, valideynlərlə də danışırıq. Burada evladlarınıza təzyiq yox, evladlarınızın yanında olmaq lazımdır, dəstək olmaq lazımdır. Yəni bu yarış son yarış deyil. Uşaqlarla da ki, belədir ki, getdikcə də daha çox təcrübə yığırlar və hər yarış onlar üçün bir təcrübədir. Əgər bir gün hansı səbəbin, əksinə hər yarışdan sonra, əgər orada məğlubiyyət olubsa, onun səbəblərini axtarmaq, nə ilə bağlıdır, onu aradan qaldırmaq. Hətta mən bizim idmançılara hətta məşqdən məşqə deyirəm ki, məsələn, müəlliminiz hansısa bir mənfiləri nəinki üzərində işləməlisiniz, hər dəfə bunu qoyun qarşınıza ki, bax, yarışa qədər bunların üzərində işləməlisiniz və hər dəfə məşqdən çıxandan sonra nəyi aradan qaldıra bilmişsiniz, nələr yenə qalıb. Yəni, sırf uşağın inkişafı ilə bağlı idmanda dediyimdə, hal-hazırda idmandan danışırıq. Yəni idman, amma yox üstünə gedərək, təzyiq göstərərək, yox sən uduzsan belə olacaq. Təbii ki, bunlar hamısı təsir göstərir. Bir də belə deyim, uşağın yaşından da asılıdır. Həmin ortama düşəndə istər-istəməz o məsuliyyəti hiss edən uşaqlar var ki, yəni necə olacaq, udursam necə, yəni bu fikirlər də təsir göstərir. Mən ona görə deyirəm ki, fiziki, texniki, taktiki hazırlıqlarla yanaşma mütləq şəkildə sistemli olaraq psixoloji hazırlıq olsa, artıq bu hallar baş verməyəcək. Və bəzən bizim məşqçilərimiz də elə bir dediyim kimi 2-3 gün yarışı qalmış idmançını yönləndirirlər. Təsir olacaq, amma o istədiyimiz effekti dediyim kimi biraz öncədən ən azı planlı şəkildə olsa daha gözəl nəticələr olacaq. O da dediyiniz kimi də individualdır. Uşaq var,
bir dəfə danışmaqla ona təsir eləmək olur. Uşaq da var, uzun müddət işləmək lazımdır. İnanın ki, tək uşaqlardan demirəm. Yəni mən böyük Belə. idmançılarımızdan da işləmişəm. Hələləri olub ki, orada sizdə yığma aparırlar. Məsəl üçün yarışdan qabaq. O gözəl bir şeydir əslində. Nə üçün? Çünki idmançılarımız ev mühitindən, ailədə olan, o məşqdən, idmandan kənar olan problemlərindən bir qədər uzaqlaşmış olurlar. Elə olur ki, baxırsan ki, onların o gərginliyi heç idmanla bağlı deyil. Çox gözəl də hazırlıqları var. Amma o ailədə olan, şəxsi olan problemlər onlara konsentrasiya olmağa imkan vermir. Yarışa, idmana tam köklənməyə imkan vermir. Və bu təbii ki, elə olur ki, elə şeylər var ki, idmançılarımız məşqçisindən rahat danışa bilmir, valideynlə rahat danışa bilmir. Amma psixoloji məqamları rahat bir şəkildə gəlib danışırlar və inanın ki, sonradan özləri də tək müraciət edirlər ki, çünki deyir ki, bundan sonra rahat oldum və rahat idmana köklənə bildim. Məndə elə uşaqlar olub ki, elə idmançılarımız olub ki, müəllim deyir ki, baxırsan gözəl nəticə var, qəşəng potensial var. Niyə nəticə vermir? Dediyim kimi, o daxili problemlərin, şəxsi problemlərin belə deyək də çözəndən sonra baxırsan ki, rahat bir şəkildə idmana köklənə bilirlər və istədiyi nəticəni də əldə edirlər. Bu məsələ ilə bağlı mən öz təcrübəmdən bir şey paylaşmaq istəyirəm. Bu yaxınlarda bizim bəzi uşaqlarda o dediyim hallar var idi deyə belə bir qərara gəldim ki, klub daxili bir yarış keçirim. Və klub daxili yarış keçirdi. Yarışlarda adətən necə olur? Uşaq gedir yarışda, bəzən olur günün yarısını gözləməli olur, sonra döyüşə çıxır. Bir döyüş məğlub oldu, getdi və yaxud 2 döyüş, 3 döyüş keçir. Amma o yorğunluq, o gözləmə, yarışın stresi izləyir uşaqları təsir edir. Öz yarışımız olduğuna görə çox rahat idilər. Yəni məşq yoldaşları tanıdığı, rəqibləri də tanıdığı belə deyək də məşq yoldaşları olduğuna görə və hər şeyi çalışdım vaxtında eləyim. Yəni çağırılan vaxtdan yarım saat, 40 dəqiqə sonra uşaq döyüşə çıxdı. 1 saat yarım ərzində onun üçün həmin yarış belə deyək, yekunlaşdı, getdi və hərəsində ən azı 3 döyüş nəticəsindən asılı olmayaraq, udub-uzmağından asılı olmayaraq keçirməyə belə deyək də təminatı vardı deyə mən 3 döyüş döyüşəcəm. 3 döyüşün nəticəsinə əsasən birinci, ikinci yerlər məlum olurdu deyə rahat. Hər biri belə də məşqdə elədiklərini bir 80-90%-ni orada göstərə bildilər. Yəni o rahatlıq var idi. İndi o rahatlıq da təcrübə ilə gələn bir şeydir və məncə belə şeyləri məşqçilər yoxlayıb sonra onu daha çətin yarışlara aparsalar fərqli nəticələr olar. Orada həm əgər o mühit, o zal, onlara tanıdıqları zaldır, doğma zaldısa daha rahat olurlar. Yəni özləri oranın sahibidirsə daha rahat olurlar. Yəni orada elə uşaqlar var ki, əksinə bax, o fərqi deyirəm, fərdi olaraq. Elə uşaqlar, idmançılarımız var ki, deyir ki, əgər bu bizim dövlətdədirsə, biz yəni ki, sahibiyik də bu həmin yarışın, biz məsuliyyəti daha çox kəskin hiss edirik. Məsələn, elələr var ki, öz yerimizdəyik, öz evimizdəyik. Yəni heç bir narahatçılıq, heç bir gərginlik yoxdur. Yəni yenə deyirəm, hər bir halda nə qədər biz ümumi danışsaq da burada fərdi yanaşmadır. İnanın ki, elə idmançılarımız var ki, yəni mən bunun şahidi olmuşam. Elə uşaqlar var ki, məşqçi hər bir tutan bir müəyyən bir raunddur. Sonra nəticə də verib uşaq. Amma daha köpü, daha kəskin şəkildə rəftar eləyir. Deyir ki, bu buna daha çox təsir edir. Məsələn, eyni rəftarı başqa uşaq eləyə bilməz. Çünki ona əks təsir göstərəcək. Və ona görə o fərdi yanaşma düzgün olanda nəticə də yaxşı olur. Razıyam. Təşəkkür edirəm fikirlərinizə görə. Növbəti sualımız yenə valideynlərlə bağlıdır. Çünki idmanda nəticə valideyn, məşqçi, uşaq yəni birliyi ilə alınan bir şeydir. Yəni orada mümkün deyil ki, biri bu işdə olmasa, yəni belə deyək, ürəyin qoymasa, canla başla uşağa dəstək olmasa, məşqçi öz belə deyək, bacarığını, biliyini tam uşağa ötürməsə, o işləməyəcək üst-bucaq. Ona görə də sualım belə olacaq ki, idmançı valideyni olmaq bir peşədir, yoxsa valideynlik borcudur? Belə deyim də, idmançı valideyni olmaq daha 2 qat məsuliyyət deməkdir. Daha düzgün belə deyərdim. Çünki burada dediyim kimi, əvvəla valideyn hər bir sahədə olduğu kimi, necə ki, məsələn, təhsil ocaqlarını yönəldirlər, təhsilə yönəldəndə bəzən valideyn bu idmanda da var, onu da mən müşahidə eləmişəm. Özü həyata keçirə bilmədiyi hansısa bir arzularını öz evladında həyata keçirmək istəyir və bunu reallaşdırmaq istəyir və bunu evladının nə istəyini, nə potensialını nəzərə almır. Yəni bu idman növünü özü sevib, uşağı da baxırsan ki, o idman növünü uşaqlıqdan yönləndirir. Valideyn, burada valideynə həqiqətən də 2 qat güc düşür. Çünki valideyn evladının deyim,
təzyiq yox, dəstək olaraq yanında olmalıdır. Və burada idmanda təbii ki, bəzi valideynlər baxır ki, uşaqda potensial var, amma daha çox analarda müşahidə olunur. Ay evladım əzilər, ay nəsə bir travmalar. Yəni burada biraz valideynlərimiz o baxımdan daha güclü iradəli olmalıdır ki, yəni göz görə bunu tab gətirməyən analar da var, amma yenə də evladını irəli getməyini istəyirlər. Yəni idmanda daha irəli getsin, daha gözəl nəticələr əldə eləsin. Yəni təbii ki, burada valideyn əksinə dediyim kimi daha diqqətli, daha təzyiqçi yox, dəstək olub evladının yanında olsa və onun hansısa bir uğursuzluğun da onun boş tərəflərini tapıb nədən irəli gəlir, nəyə görə bu məsəl üçün istədiyi yerə nail olmayıb, onu araşdırıb evladı ilə, məşqçi ilə bir yerdə bunu uşağa daha gözəl bir formada təqdim eləsə, ona yəni öz səhvlərini görə bilsə. Məsələn, bəzən elə olur ki, idmançı gəlir, deyirəm, bax, o yarışda məğlub olmusan. Səbəbin, özün baxmısanmı öz oyunu, öz döyüşünü? Deyir, yox. Deyirəm ki, bax, birlikdə baxaq. İlk baxırsan ki, özü deyir, mən burada bunu belə elədim, mən burada bunu belə hiss elədim. Amma bunu valideynlə, məşqçi ilə bir yerdə müzakirə olunsa, yəni daha yaxşı nəticə olacaq, daha uşaq oradakı olan səhvlərini başa düşəcək. Və burada dediyim kimi valideyn daha 2 dəfə artıq daha diqqətli olmalıdır, evladının yanında olmalıdır, dəstək olmalıdır evladına ki, əgər həqiqətən də bu uşağın o sahədə potensialı var, istəyi var, bacarığı varsa, istədiyi nəticəni də əldə eləsin. Gözəl. Növbəti sualım bu sırf idmançıları, daha çox peşəkar idmançıları maraqlandıran bir mövzudur. Yəni ağır zədələrdən sonra, travmalardan sonra və yaxud hər hansı bir illərlə hazırlaşıb məqsəd qoyduğu bir yarışda ağır məğlubiyyət alır, gözləmədiyi nəticə. Bu travmalardan sonra geri dönüş və uzun fasilədən sonra idmana geri dönüş, bunlar həmişə çətin olan ağrılı məqamlardır. Bu hallarda nə etməlidir? Məndə olub elə situasiyalar, bizim çempionlarımız olub ki, hansı ki zədə alıblar və sonradan müəyyən gərginlik, müəyyən qorxular yaranıb ki, artıq özünü o səviyyədə tuta da biləcəmmi, yəni daha böyük nəticələr əldə edə biləcəmmi? Təbii ki, burada o fiziki travma alsa da, burada fiziki travma ilə bərabər psixoloji bir travmadır. Düzdür, yenə də deyirəm, hər kəsə eyni təsir göstərmir, amma idmançılarımızın çoxu bu hallarda ruhdan düşənlər olur, qorxu hissi yaranır. Yəni bu psixoloji tərəfdir və bunu dediyim kimi, əgər zamanında psixoloji dəstək alsa və məşqçinin, valideynin köməyi ilə birlikdə burada mütləq şəkildə kompleks şəkildə yanaşma lazımdır və gözəl nəticə əldə etmək üçün burada tək psixoloqun da yox. Burada həm məşqçinin yanaşması, həm valideynin yanaşması və o qorxunu, o gərginliyi, o ümidsizliyi aradan qaldırıb və davamlı olaraq başqa bir yarışlara daha uğurla, yəni ki, özünə inanaraq davam etməsidir. Çünki burada sırf psixoloji məqamdır. Qorxudur, ümidsizlikdir, özünə güvənsizlik yaranır və əgər bu məqamda və uşağın yaşını da nəzərə alsaq, əgər o yeniyetmədir, zaten yeniyetməlik dövrü çətin bir dövrdür, o krizis period dövrü sayılır. Yəni orada özünə güvən, özünə inam daha önəmli bir, həm hormonal, həm fizioloji, həm psixoloji dəyişikliklər baş verir bu yaş dövründə və orada o anda hansısa bir uğursuzluq özünə güvəni azaldır, özünə inamı azaldır və burada məşqçinin, valideynin və psixoloqun birgə işi, fəaliyyəti evladı və idmançımızı o vəziyyətdən çıxarıb və daha gözəl nəticələrə doğru aparacaq. Bəzən həmin travma onda belə yaddaşında qalır, qayıdır, nəticə də verir, amma hardasa yenidən oyana bilir. Orada da o davamlı iş. O psixoloji texnikalar var, hansı ki, bax onu o beynində dominant fikir olaraq qalmır. Yəni ikinci plana keçir və xırda-xırda onun addım-addım xırda uğurları onu daha da böyük uğurlara doğru gedə biləcəyini göstərir və getdikcə də dediyim kimi o insan nə vaxtdan özünə inamı artır. Hansısa onun xırda uğuru və bu dəstəklənirsə ətrafından həm məşqçisi tərəfindən, həm valideynin tərəfindən, həm psixoloji belə deyək dəstək alırsa, onun xırda uğurlar getdikcə onu böyük uğurlara doğru aparacaq və motivasiyasını da artacaq, özünə inamını da artacaq və istədiyi nəticələri də əldə edəcək. Düzdür, bizim ortaq tanıdığımız mənim bir tələbəm, hansı ki siz onunla işləmisiniz. Onda yer dəyişməli sınıq olmuşdu əlində. Bəli, yadımda. Və 6-7 aydan sonra belə yeniyetmələrin Avropa çempionatının qalibi olmuşdu.
o qədər sistem işləmişdi. Amma sonralar mən onunla uşaqlarla danışanda eşitdim ki, deyir ki, həmən səs indiyə qədər qulağındadır. Əlinin sımağının səsi onda yaddaşına qalmış. O bariyeri aşa bildi o. Yəni birgə işlədik. Sizə bir daha təşəkkür edirəm. Nəticələri də verdi. Amma yenə deyirəm, o hardasa qalır. O qorxu amma onda. Amma dominant olmur da biz necə? Bir var ki, ani olaraq gəlir, gedir. Bir var ki, insanda oturuşur və insanı idarə edən insanı idarə edən beynidir. İnsan o nə qədər ki neqativ düşündükcə yenidən sanki onu yaşamış olur. Bu psixologiyada posttraumatik stres pozuntusu deyilir. Amma biz o texnikalarla, o seanslardan sonra artıq onun o fikirlər beynində dominant olmur. Fikir gəlsə də rahat bir şəkildə özündən uzaqlaşdıra bilir və döyüşünü davam edir. Dediyiniz o psixoloji texnikalar bəzən özlərinə də siz ötürürsünüz ki, məsələn, müəyyən hallarda özlərinə işləyə bilir ki, əlbəttə. işin Yəni ötəsi o gəlsin. yarış qabağı gərginlik olanda, stres olanda, məsələn, ən əsas indi orada nə etmək olar? Nəfəs texnikaları var. Hansı ki, o daxili gərginliyi aradan qaldırır və yarışa, döyüşə köklənmək üçün kömək eləyir. Gözəl, təşəkkür edirəm. Mən sizə yekunda biraz belə sürətli suallar vermək, sual-cavab eləyək. İstedad yoxsa xarakter? Bunlardan hansı daha vacibdir? İdmançı üçün ümumiyyətlə hər bir sahədə xarakter məncə daha vacibdir. Çünki insanda istedad ola bilər. Amma zəif xarakter olanda o istedad irəli getməyəcək, hardasa qırılacaq. Amma xarakter güclü olanda, yəni xarakter güclü olanda o istedad daha da artır, daha da o gözəl bir nəticələr görür. Bəli. İstedadı və xarakteri olanda lap gözəl nəticə alır. İkisi bir yerdə olanda lap yaxşıdır, amma xarakter çox önəmli. Önəmli olduğu sorsaq, xarakter daha önəmlidir. Əla. Yarışdan 5 dəqiqə əvvəl uşaq özünü necə kökləməlidir, o psixoloji gərginliyin ötəsinə necə gəlməlidir? Ümumiyyətlə mən idmançılarımıza da deyirəm, yarışdan qabaq çox gözəl kömək eləyir vizualizasiya, yəni canlandırma, döyüşü canlandırması, yəni sırf yarışdan qabaq yox, ümumiyyətlə yarış qabağı hazırlıqlar olanda hansı rəqibin güclü hesab eləyirlər, onunla döyüşün təsəvvür eləyir, gözünün qabağında canlandırır və hansı hərəkətlər eləyəcək. Yəni o dərəcəyə çatdırırıq ki, biz onu yarışa gələndə, döyüşə çıxanda hansısa bir həmin rəqibi ilə olsa belə artıq idmançı sanki bununla döyüşüb, artıq rahat bir şəkildə gərginliksiz, narahatçılıq, yəni heç bir daxili gərginlik olmayaraq gözəl bir nəticə əldə edir. Amma sırf yarış qabağı idmançımız orada nə edə bilər? O daxili gərginliyi aradan qaldırmaq üçün mən idmançılarımıza da həmişə deyirəm, ən əsası orada nəfəs texnikasıdır. O dərindən nəfəs, burundan nəfəs alırlar, 3-4 saniyə saxlayıb, sonra yavaş-yavaş nəfəsi ağızla sanki şam üfürən kimi nəfəsi verib və beynində fikir ki, mən gözəl nəticəmi göstərəcəm və irəli getsinlər. Adətən zala girəndə uşaqlar böyük arenalarda, yəni oranın ap-havasını tutmaq, bəzən peşəkar idmançılar özlərini vururlar. Yəni mən buradayam, hiss edirəm. Bunlar o dediyim kimi nəfəs texnikasıdır. Sonra məsələn hansı hərəkətdə, o hərəkətlər özü də qan dövranını tənzimləmək. Bir dənə də məqama toxunmaq istəyirəm, mənim yadımdan çıxmışdı, onu da deyim. Yəni bəzən bizim idmançılar yarış qabağı məsələn kimlərinsə sözü ilə məşq yoldaşlarının başqa bir komandanın sonra orada jerebyovka gedir. Yəni orada görəndə ki, hansı ki idmançıyla döyüşəcək, bunun gözəl nəticələri var. Bax o anda da uşaqlarda qorxu yaranır. Daxillik mən bunu bacarmayacağam, necə eləyəcəm. Yəni burada həmişə də mən idmançılarımıza deyirəm ki, dünən sənin güclü olan rəqibin bu gün sən də ona qalib gələ bilərsən. Yəni dünənki çempiona qalib gəlib bu gün sən çempion ola bilərsən. Bu sənin özündən asılıdır. O məşq elədiyi kimi sən də eləyirsən. Yəni həmin anda o fikri, o uşağın o fikrin başqa bir istiqamətə yönəltmək lazımdır ki, yəni o an, o müqayisə vaxtı çox olar neqativ. Ən çox da ki, yeniyetmələrimizdə o qorxu, həyəcan, gərginliklərin artırır və həmin anda bax məşqçinin həmin an psixoloq yanında olmaya bilər, amma məşqçinin dəstəyi, öz komanda ruhu, bax möhkəm olmalıdır idmançılarda. Ən çox da xaricə gedir, xarici beynəlxalq yarışlarda komanda ruhu çox önəmlidir. Bu bizdə çox zəifdir. Bir çox idman növlərində. Yəni bu başqa bir mövzudur, amma o idmançılarla killərlə işləyirəm, orada bütün o xırda məqamlar bugün hamısını, bütün mövzuları danışa bilməsəydi, yəni orada komanda ruhudur. Bax həmin anda o yarış qabağı uşaqlarda o bu idmançı nə vaxtsa çempion olub, daha güclüdür, məndə bu alınmayacaq. Yəni bunları aradan qaldırmaq üçün öncədən dediyimiz kimi sistemli olaraq psixoloji dəstək olsa, bu halların qarşısı alınacaq. Yəni dediyiniz məqamdan da bir dənə qısa belə sürətli sual verim. Yenə gəlib həmin şey çıxır. Rəqibin psixoloji təsirinə qarşı
necə mübarizə aparmaq lazımdır? Bəzən tatamiyə gələndə hansı bir hərəkət eləyir, duruşu, yəni o rəqibə orada təsir edir, bəli. Mən onu bizim uşaqlara da hər zaman deyirəm ki, yəni tatamiyə çıxanda o göz kontaktı qurun, çalışın üstünə. Amma hansısa bir gərginlik yarananda idmançılarımız rəqibə fokuslanmasınlar gərək. Özlərinə və o planlı şəkildə ki, nə ki döyüşəcəklər, sırf döyüşə yönəlsinlər. Növbəti sual bu son dönəmlərin populyar suallarından biridir. İdman psixoloqu məşqçinin rəqibidir yoxsa dostudur, belə deyək? İdman psixoloqu, məşqçi, valideyn, yəni məncə bunlar bir komanda olmalıdır. Daha çox belə deyim, bir komanda olsa rəqibi deyil. Çünki birmənalı şəkildə rəqibi deyil. Çünki məqsəd belə deyək, hədəf eynidir, məqsəd eynidir ki, yəni idmançı daha gözəl nəticə göstərsin və rəqibi ola bilməz. Çünki professional psixoloq tək idmançının özü ilə işləmir, məşqçinin özünə də dəstək olur. Düşünürəm ki, bu bir komandadır. Məşqçilərimiz təbii ki, hər bir məşqçi istəyir ki, onun idmançısı gözəl nəticə əldə eləsin. Yəni onun həm hər tərəfdən həm neçə müddət əziyyətidir, həm maddi marağı da var. Yəni hər bir açığın rahatdır, yəni ki, belə desək. Yəni burada da məşqçi bəzən özü bilmədən əksinə onun idmançının psixoloji durumunu daha da gərginləşdirir. Məsələn, elə məşqçilər var ki, uşaqlar məşq vaxtı hansı ki yarış qabağı deyir ki, sən ümumiyyətlə nə nəticə verəcəksən, sən orada məni biabır eləyəcəksən, heyf mənə sənə qoyduğum əziyyətim və elə uşaq var ki, elə idmançı var ki, bunu normal qəbul edir ki, məşqçidir də deyib. Amma elə idmançılarımız var ki, onlar hətta mən seanslarda da müraciət edirlər, özləri bunu deyirlər ki, yəni Aygün xanım, elə olur ki, yəni məşqçimin o sözü mənə o qədər pis təsir edir. Yəni mən özümü o qədər bacarıqsız, lazımsız, yəni düşünürəm ki, mən orada heç bir nəticə verməyəcəm. Burada dediyim kimi, yəni fərdi yanaşmadır. Məsələn, elə idmançı var ki, və məşqçilərimiz bunu nəzərə almalıdır. Hər uşağın psixologiyasını artıq işlədikcə, mən ona görə deyirəm ki, bəzən bizim məşqçilərimizin özünə də sırf yaş psixologiyasının xüsusiyyətlərini bilmək üçün bu sahədə maariflənmə olsa çox yaxşı olar. Onlar bilmədi, amma elə olur ki, məşqçinin bir sözü o qədər gözəl motivasiya verir idmançı və o bacardığına necə artıqlaması ilə də əlindən gələni eləyir ki, o istədiyi nəticəni əldə eləsin və özü də deyir ki, həm məşqçimi də sevindirir ki, qoy mənə qürur duysun. Təbii ki, burada yenə deyirəm, o uşağın idmançının yaşı var, yeniyetmələrlə başqa yanaşmadır, gənclərlə başqa fərqli yanaşmadır, uşaqlarla tamamilə başqa yanaşmadır. Ona görə bax düzgün o yaş psixologiyasını bilərək məşqçilərimiz də düzgün yanaşır. Orada da müəyyən o uşaqların psixoloji durumda o gərginlikləri aradan qaldırmış olarlar. Çünki bax belə bir hallarla mən çox rastlaşıram. Məşqçim belə dedi, məşqçim yarışda belə dedi, davrandı, ya yarış qabağı elə bir söz deyir ki, yəni artıq o deyir, mən o yarışı döyüşə başlayanda deyir, o daxili gərginlik istəyirəm, görürəm ki, getmir, yəni ki, döyüşə bilmirəm. Yəni ona görə bax bu tərəfdən məşqçilərimiz bu qədər əziyyət çəkilir, amma bu məqamda nəzərə alsalar çox yaxşı olar. Bizdə məşqçilərdə belə bir fikir formalaşıb, bəlkə də bizə bunu belə öyrədib ki, məşqçi özü həm də psixoloqdur. Amma məşqçi bu, yəni məncə səhv yanaşmadım, ona daha doğru belə deyək də cavabı sizdən ala bilərik biz. Elmi müəllim, ümumiyyətlə psixoloq anlayışı hər bir insanın içində müəyyən, təbii ki, hər insan öz psixoloqudur. Yəni belə götürəndə həkim sahəsində də biraz nədənsə xəstələnirik, başlayırıq özümüzü müalicə eləməyə, amma həmişə o effekti vermir də. Psixologiyanın da dərinlikləri var. Elə sahəsi var ki, necə ki psixoloq məşqçi deyil, məşqçi də psixoloq ola bilər. Əgər onun o sahədə təhsili, təcrübəsi olmuş olsa, o ikinci təhsil kimi götürsə, onu demirəm. Amma ümumi götürəndə orada dərinliklər var. Yəni yaş faktorları var, yaş faktorlarına görə yanaşmalar var. Yəni bunları məşqçi öz yanaşmasından yanaşaraq edir. Təbii ki, hər dəfədə arzu olunan bir nəticələrə gətirib çıxarmır. Çünki dediyim kimi o yaş faktorların incəliklərini bilmir, xüsusiyyətlərini bilmir. Sadəcə öz təcrübəsinə görə yanaşır. Hətta olur ki, deyəndə elə məşqçilər var ki, çox
özləri maraqlanırlar, özləri soruşurlar. Məsələn, məndə olan, bəlkə mən nəyisə düz eləmirəm, bəlkə mən düz yanaşmıram. Siz də çox vaxt soruşursunuz, bəlkə mən düz yanaşmıram, bəlkə burada başqa bir yanaşma olsa daha gözəl nəticə olar. Amma elə məşqçilər var ki, deyir ki, biz özümüz də elə böyümüşük də, döyülə-döyülə böyümüşük. Yəni təzyiq göstərək, indi yəni bu yerə gəlib çatmışıq, amma elə deyil. Yəni burada indiki 5 il bundan qabaqki uşaqlar, 10 il buna çox böyük fərq var. Çünki indiki uşaqları əgər məsələn indi məşqçilərimiz müəyyən yaşda orada ailədə formalaşmış, artıq indi uşaqlara baxırsınız ki, hamı virtual aləmdir, tək ailə formalaşdırmır. Bilirsiniz necədir? Yəni orada da bunu nəzərə alsaq, uşaqların düşüncəsində, yaşlarına görə yanaşmasında, daxili həssaslıqdır. Yəni bunlar hamısı fərqlidir. Və ona görə də yaxşı olar ki, mən həmişə deyirəm ki, hər kəs öz işinə məşğul olsa, yəni məşqçi professional şəkildə məşqə yönəlsin, amma uşaq psixologiyasının ən azı ümumi bir şəkildə məlumatı olsa çox yaxşı olar. Onun özü üçün, öz işinin nəticəsini daha gözəl də əldə eləmək üçün. Yəni ki, yaxşı olar ki, ən az heç olmasa ümumi bir anlayış olsun. Məsələn, indi belə götürsə Elmi müəllim, hansısa biz qanunları bilirik. Biz özümüzə hüquqşünas demirik ki. Düzdürmü? Yəni hər sahədən biz nə isə bilirik, amma professional olmaq, həmin sahənin mütəxəssisi olmaq, o artıq başqadır. Peşəkar idman komandalarında onsuz da belədir. Yəni məşqçi öz məşqini verir, onun taktiki hazırlığı ilə başqası məşğul olur, fiziki hazırlığı ilə başqası məşğul olur. Yəni masajist ayrıdır, dediyiniz kimi həkimə ayrıdır, fizioterapevt ayrıdır. O sizin sözünüzdə mən yəni haqq qazandıram ki, məşqçi tələbəsini yaxşı tanıya bilər. Ona bəzi məqamlarda belə deyək də o motivasiya verə bilər. Amma dediyiniz kimi bəzi hallar var ki, onu sırf işin peşəkarı psixoloq işləməlidir. Məşqçi orada bir dənə, iki dənə ola bilər, müəyyən hallar var ki, uğurlu nəticə olub, ona əsaslanıb belə hamıya eyni yanaşma ilə də yanaşmaq məncə düzgün deyil. Təbii ki, orada yenə deyirəm, indi mən də çox yarışlarda olmuşam, uşaqlarla bərabər idmançılarımızla işləmişəm, məşqçilərimizlə bizim yəni ki, hətta onlar da sırf idmançılarla da bağlı yarış qabağı, yarışdan sonra söhbətlərimiz olub. Dediyim kimi, elələri var ki, həqiqətən də bunu yəni anlayaraq başa düşürlər, özləri suallar verirlər və özlərinin üzərində də işləməyə çalışırlar. Amma yenə də bu fərdi olaraq istər məşqçi olsun, istər idmançı olsun, o düşüncə fərqliliyi var da insanlarda. Təbii ki, hər bir insan tutalım, bizim də hansısa bir sahə bilmədiyimiz, məsələn, mən sizin sahədə, görürsünüz, mən o fiziki, texnik tərəfləri sizdən soruşuram, bu belə olsa necə olar? Yəni, hər kəs dediyim kimi öz sahəsində daha peşəkar, daha professional olsa daha yaxşı olar və hər kəs öz işinə məşğul olsa, təbii ki, nəticələr də gözəl olar. Gözəl. Bizim zaten çalışdığımız, belə deyək, uşaqların, tələbələrimizin, hansı ki bizim millətimizin belə deyək, gələcəyidir, ölkəmizin idmanının gələcəyi üçün çalışırıq. Siz psixoloji dəstək verərək, biz məşqçi olaraq digər sahələrdə məşqçilər, müəllimlər hərə öz əlindən gələni eləyir ki, nəticə üçün. Amma biraz yanaşmanı düzəldə bilsək, daha fərqli, daha yüksək nəticələrə gəlib çıxarıq inşallah. Təbii ki, burada yenə də mən valideynlərimizə də üst tuturam, məşqçilərimizə də. Təbii ki, əsas övladlarının sağlamlığıdır. Yəni valideynlərimiz də məcburiyyətdən öz istəklərinə görə də uşaqlarının psixoloji məhv eləməli deyirlər. Sanki mən istəyirəm bu idman növü olsun, ola bilsin, bu bizim təhsildə də var. Yəni valideyn bəzən görür ki, deyir ki, yox, mənim evladım həkim olmalıdır. Amma evladın bacarığı, potensialı, savadı daha çox texniki fənlərdən yönəlib və gözəl mühəndis ola bilər. Amma öz inadından yönəldir və uşaq da istədiyi nəticəni əldə etməyəndə, o uğursuzluğu yaşayanda özünə güvənsizliyi, özünə qapanma yaranır. Yəni valideyn evladını dəstək olub, yanında olmalıdır. Evladını daha yaxşı tanımalıdır ki, idmanda da hər bir sahədə düzgün yönəlsin. Çünki hər bir insan öz işini sevərək eləyəndə çox gözəl nəticələr əldə edir. Amma məcburiyyət olanda əksinə o qısa müddətli olur və o gördüyü işə qarşı da nifrət yaranır. Ona görə çalışaq ki, evladlarımız, hər birimiz hansısa bir işi görəndə sevərək eləyək və buna da üstəgəl bunun həm dediyimiz kimi istedad plus bacarıq gözəl bir nəticə əldə etmiş olacaq.
həm də xarakter xüsusiyyətləri və bunlar hamısı kompleks şəklində olanda gözəl bir nəticə əldə etmiş olar. Aygün xanım, mən sizə təşəkkür edirəm. Bugünkü verilişimiz, mən inanıram ki, həm valideynlərimizə, həm idmançılarımıza, həm məşqçilərimizə faydalı oldu. İlk onda bizim məşqçilərə, valideynlərə, idmançılara nə kimi məsləhətləriniz, sözünüz varsa, buyurun. Yəni valideynlərimizə, məşqçilərimizin özlərinə, yəni bu idmanda qalibiyyət tək idmançılarımıza aid deyil. Burada həm valideyndir, həm məşqçidir, həm idmançılarımızdır. Yəni bunlar birlikdə dediyim kimi idmançının bacarığını, potensialını, istəyini nəzərə alaraq birlikdə çalışsalar həqiqətən də gözəl bir nəticələr əldə etmiş olarlar. Amma yenə də deyirəm, unutmayaq ki, texniki, taktiki, fiziki, nəzəri və psixoloji yanaşma, bunlar hamısı hazırlıq, bunlar hamısı birlikdə olanda həqiqətən də gözəl bir nəticə olur və valideynlər, məşqçilərimiz çəkinməsinlər. Hansısa bir narahatçılıq olanda, zamanında müraciət olunanda rahat bir şəkildə narahatçılıq aradan qalxır və istədiyimiz nəticələri də əldə etmiş olacaqlar. Yəni ki, psixoloqlar həm valideynlərin, həm də məşqçilərin rəqibi yox, həqiqətən də bir komandadır, dostudur. Aygün xanım, mən uzun müddətdir tanıyıram və işinə, peşəsinə hörmətlə yanaşıram. Çünki onun işinin peşəkarı olduğunu bilirəm. Bizim verilişimiz efirə gedəndə Aygün xanımın əlaqə nömrəsini, kontaktlarını biz qoyarıq və tövsiyə edirəm ki, bizim idmançılarımız və məşqçilərimiz sizinlə əlaqə saxlayıb işləsinlər. İdmanda olan psixoloji dəstəyi Aygün xanımdan ala bilərsiniz. Mən də sizə təşəkkür edirəm. İnama görə, etibarınıza görə. İnşallah sizin də hər zaman məşqçilərimizə deyirəm, əziyyətiniz yerdə qalmasın. İdmançılarımız gözəl-gözəl nəticələrlə bayrağımızı beynəlxalq yarışlarda ucaldaraq, yəni biz də baxaq, fəxr eləyək. İnşallah. Yekun hissəsində mən deyim, yekun açıda məncə əla səmərəli bir proqram oldu. Başqa bir əlavə edəcəyiniz bir şey yoxdursa, mən... Aslında o qədər fikirlər var, hamısı indi beynimdə qarışıb sual verdikcə yadıma düşür. Qız, oğlan ayırt edirsiniz, siz psixologiyada, qız idmançı, oğlan idmançı, nəsə var bir fərq? Fərq, конечно, var. Orada xüsusiyyətlər var. Sırf amma idmana yönələndə sırf xarakter baxımından idman orada texnikalardır filandır. O ümumidir. Amma qız, oğlan fərqli, orada xarakterin istəmirəm, fərdi yanaşmadır. Hətta iki oğlan da olsa seanslarda, orada da məndə fərdi yanaşmadır. Çünki bəzən xarakter xüsusiyyətləri tamam başqadır. Ona başqa istiqamətdə nəsə deyirsən. Elə uşaq var ki, məsələn, orada baxırsan potensiallıdır, bayaq müəllim dediyi kimi. Amma istədiyi nəticəni göstərə bilmir. Nə də o qorxudur. Bir var mandraj deyirsiniz də. Bizə bir var mandraj olan, onu rahat aradan qaldırmaq olur. Yəni bizə uşaqlar da gəlir rahat bir şey. Amma qorxu olanda artıq biz onun üzərində işləyirik. Onun kökü nəyə bağlıdır, hardan qaynaqlanır, valideynin təzyiqidir, müəllimin sözləridir. Yəni onu hamısını özünü müəyyən o müqayisə edir, özünü kimdənsə qorxur, istədiyi nəticə əldə etməyəcək deyə qorxur. Yəni bu fikirlər üstələyəndə artıq orada başqa yanaşmadır. Amma qız oğlan fərqliliyi belə deyim də ümumi necə ki terapiyada biz məsəl üçün qadındır, kişidir, o daha çox mövzuya da bağlıdır da, problemə də bağlıdır. Çünki idmanda qızların başqa bir problemləri də var. Məsəl üçün, onlarla biz biraz fərqli işləyirik. Məsələn, idmanda, indi bilmirəm, onu idmançı uşaqlar arasında, bunu yəqin efirə bilmirəm, verərsə, uşaqların aralarında münasibət, dostluq münasibəti olur, sevgi münasibəti yaranır. Burada artıq məşqçilər buna icazə vermir, valideynlər icazə vermir ki, idmanda bu mənfi təsir göstərir. Yəni o tərəfləri var. Orada fərqli mövzular var. Onunla da mən rastlaşmışam, uşaqlar danışırlar. Biz hələ indi Qərbərə çatdıq, mənim tələbələrim. Sizinkiler balacadır. 16-17 Qərbər artıq amma yenə olan da yaşında var. Mən işlədiyim uşaqların içində var, o yaşda da var.